Bugün çox gözəl bir xanımın qonağıyıq. Yanımda Zarmina xanım əyləşib. O əslən Pakistanlıdır, amma 20 ilə yaxındır ölkəmizdə yaşayır və bizim mədəniyyətimizi, dilimizi çox gözəl formada öyrənib. İndi gəlin onu yaxından tanıyaq. Xoş gördük Zarmina xanım. Salam, xoş gördük. Necə hiss edirsiniz özünüzü? Həmişəki kimi yaxşı, çox yaxşı. Aha. Mən sizi deməli sosial şəbəkədə ilk görəndə heç cürə, yəni tam mənə belə əminliklə əmin ola bilmədim ki, siz həqiqətənmi, yəni Pakistanlısınız? Sizdə ata-ana bəlkə ikisindən biri Azərbaycanlıdır. Çünki çox qəşəng danışırsınız Azərbaycanca. Yox, məndə ata-ana hamısı, ikisi də Pakistanlıdır. Özüm də Pakistanlıyam, orada doğulmuşam. Bəli, hardasa bir 10 yaşıma yaxın Azərbaycana köçmüşük. Aha. Sizdə işlə əlaqəli idi Azərbaycana gəlmək yoxsa? Mənim atam Azərbaycana gəlmişdi və o, yəni buranı xoşladı. Atam özü maşın ustasıdır. İşi ilə əlaqədar olaraq sonra bizi də, yəni ailəsini də Azərbaycana gətirdi. Və o vaxtdan bəri biz burada yaşayırıq. Aha. Siz burada məktəbə getdiniz, burada təhsil aldınız. Təhsiliniz sırf Azərbaycan dilində olub, səhv başa düşmədimsə? Məktəb təhsilim Azərbaycan dilində olub, ancaq universitet təhsilim ingilis dilində olub. Bəs belə deyək, Pakistandan ilk gələndə, siz məktəbə gedəndə sizə çətin olmadı Azərbaycan dilində tədrisə, təhsilə başlamaq? Biz o vaxt uşaq idik və həmin vaxtlarda mən xatırlayıram ki, bizim məhəlləmizdə, yəni uşaqlar həyətə düşürdü, oynayırdı. Biz yay ayında, hardasa mayda gəlmişdik. Həmin vaxtlarda məktəblər artıq bağlanır. Və 3 ay uşaqlar evdə olur və o vaxtlar uşaqlar çox həyətə düşürdülər və biz də onlarla bərabər həyətə düşürdük. Heç yadımda deyil ki, biz necə oldu ki, Azərbaycan dilini bir də gördük ki, öyrənmişik. Yəni bizə heç çətin olmadı o vaxtlar. Heç xatırlamıram ki, mən Azərbaycan dilini bilmədiyimə görə hardasa, nə vaxtsa bir əziyyət çəkmiş olaram. Yəni elə bilirəm ki, elə bura köçəndən bilirdim. Yəni elə xatırlayıram. Çünki o qədər tez öyrəndik ki, yəni heç vaxt, heç yerdə çətinlik çəkməmişik. Sizin dillə bizim dildə ortaq sözlər, hər hansı bir yaxınlıq var, yoxsa tamam yaddılar bir-birinə? Çox az ortaq sözlər var. Ancaq dil bir-birindən çox fərqlənir. Bəzi sözlər var ki, yəni mən onu deyirəm ki, bu bizim dildə də eynidir. Bu bizim dildə də söz eyni sözdür. Eyni tərzdə deyilir, ancaq dil bir-birindən fərqlənir. Pakistanlı olduğuma çoxlarınız inanmadınız. Kommentləri oxuyub bunu anladım. Sizi necə inandıracağımı bilmirəm. Hələlik gəlin sizi Pakistan daxil olmaqla bir çox ölkənin qatıldığı xeyriyyə yarmarkasına aparım. Ora çatan kimi ilk işim Pakistan çayının dadına baxmaq oldu. Bura çox maraqlı idi. Təsəvvür edin ki, dünyanın rəngarəngliyi bir damın altında toplanmışdı. 10 yaşında gəldiniz və 20 ilə yaxındır dediyiniz kimi artıq Azərbaycandasınız. Lap uşaqlıqdan başlayaq indiyə qədər yaşayış tərzimizdə, mədəniyyətlərdə həm yaxşı tərəfdən, həm biraz çətin tərəfdən istəyirəm ki, toxunasınız. Fərqliliklər, adaptasiya olmaq, bu proses biraz uzunmu çəkdi sizdə, yoxsa belə öyrəşmək sizin üçün daha rahat oldu? Bax, istəyirəm bundan danışaq. Biz bura gələndə, yəni o vaxtlar mən xatırlayıram ki, indi yəni onu yerli əhali də bilir ki, artıq yəni qonşular belə bir-birinə gedib gəlmək azalıb. Ancaq 20 il əvvəl bu daha yəni rahat idi, rahat şəkildə biz o vaxtlar xatırlayırıq ki, biz gələn kimi biz heç qonşularımızı tanımırdıq. Yəni bir də görürdük qonşular bizdədir. Qonşular, mənim anam hətta Azərbaycan dilini bilmirdi o vaxtlar. Yəni qonşular o qədər bizə gəlir, gedirdilər ki, anam belə o qədər tez Azərbaycan dilini öyrəndi. Onlar sayəsində. Yəni bu çətinlik olmuyor, bu çox rahat bir şəkildə elə olub ki, biz adaptasiya olmuşuq Azərbaycan xalqına, yəni Azərbaycanlılara.
Buna görə də yəni mənə elə gəlir ki, bu eyni şeylər. Mən o uşaq vaxtı düzdür çox şey xatırlamasam da, ancaq onu bilirəm ki, yəni orada da eynidir. Orada da insanlar çox belə istiqanlıdır. Kimisə təzə birisini görəndə tez istəyirlər ki, ona kömək olsunlar və mən onu burada da görmüşəm. Bizim qonşularımız indiyə qədər bizlə əlaqədədir. Mənim anamla onlar yəni 20 ildir ki, biz artıq bir-biri ilə əlaqə saxlamışıq, hələ də saxlayırıq. Aha. İndi gəlin biraz fərqliliklərdən danışaq. Sizin və bizim mədəniyyətlərdə. İndi ayırmaq istəmirəm, Bəli. siz artıq buralı olmusunuz. Bəli, mən görmüşəm ki, Azərbaycanda insanlar çox həm özlərinə, həm də evlərinə çox belə diqqətlə baxırlar. Yəni bu bizdə biraz azdır. Məsələn, mən görmüşəm ki, adi biz gedirik həyətə, marketə belə burada gedəndə insanlar yəni çox yaxşı geyinirlər, özlərinə çox yaxşı fikir verib sonra evdən çıxırlar. Amma bu bizdə belə deyil. Bizdə yəni evdən necə gəzirsənsə, yəni o cürdə çıxıb çölə gedirsən. Yəni belə bir şey var. Bunu fərqli görmüşdüm Azərbaycanda. Və çox fərqli cəhətlər də çoxdur. İndi yəni hamısını yadıma sala bilmirəm, ancaq çoxdur. Təbii ki, fərqli cəhətlər çoxdur. İndi üzərinizdəki geyim elə geyimdən danışmışkən Pakistanın milli geyimidir, hə? Bəli, bu bizim milli geyimdir. Bu bizdə dupatta adlanır, yəni örtü mənasını verir və bunun koftasıdır. Bir də bunun həmişə şalvarı olur ayrı. Hər üçü bir yerdə dəst şəklində geyinilir bizdə. Pakistanda bunu insanlar gündəlik geyim üçün istifadə eləyir, yəni yoxsa belə deyə sırf milli geyim kimi xüsusi günlərdə? Bizim milli geyimimiz, bizim gündəlik geyimimiz də yəni sayılır. Sadəcə biraz üstü daha az, yəni gündəlik geyinirsənsə, üstü biraz daha az işləm. Məsələn, daha sadə olur. Məsələn, bunun üstündə biz görürük ki, işlər var, belə parıltılı falan. Amma gündəlik geyimdə daha az olur, daha rahat olur o geyim. Məsələn, belə geyimləri biz adətən kiminsə evinə qonaq gedəndə geyinirik, bu cür geyimlər. Amma bizdə ziyafət geyimləri, toy geyimləri daha çox abartılı olur. Bundan da artıq abartılı olur. Bax, məsələn, siz qonaq getməkdən danışdınız, mən artıq bu məqama da elə istəyirəm toxunaq. Qonaq getmək məsələləri sizdə necədir, bizdə necədir? Qonaq getmək bizdə necə Azərbaycanda mən görmüşəm ki, kimsə evə qonaq gələndə və yaxud da gedəndə insanlar öncədən belə çox hazırlıqlar görürlər və eyni adəti Pakistanda da var. Yəni eyni şəkildə sən kiməsə deyirsən ki, mən sizə gəlirəm, o mütləq evdə nəsə hazırlamalıdır ki, hə o gəlsə, hə baxarıq, görərəm, ya çay verərəm, adi bir çay verərəm. Elə yəni bizdə də olmur. Ona elə bil yəni deyirlər ki, hə bu məni yaxşı qarşılamadı, belə deyirlər. Yəni adət kimi elə bir şey bizdə pis baxılır. Mütləq yəni yeməksiz qonağı buraxmaq, yəni elə bir şey olmur bizdə. Siz burada ailə qurmusunuz, amma öz ölkənizin vətəndaşı ilə ailə qurmusunuz. Bu istəyirəm bundan danışaq biraz. Necə tanış oldunuz? Azərbaycanda mı, yoxsa orada mı baş verdi bu tanışlıq evliliyinizdən? Biz elə yoldaşımla biz burada tanış olmuşuq. O da burada, yəni mənim kimi düzdür, çox uzun müddətdir yaşamırdı, ancaq o da bura təhsil üçün gəlmişdi və biz belə orada tanış olmuşuq və evlənmişik. Siz uzun müddətdə Azərbaycanda yaşayırdınız. Ailənizdən belə bir, məsələn, mütləq bir qayda var idi ki, mütləq sən Pakistan vətəndaşı olsun, ailə qurduğun şəxs, yoxsa məsələn Azərbaycanlı da olsa bu ola bilərdi? Ola bilər. Yox, elə bir şey yox idi ailəm tərəfindən. Çünki onlar da çoxdandır burada yaşayırdılar. Hələ indi də burada yaşayırlar. Onlar da buranı sevirlər. Buranın əhalisini, yəni Azərbaycanlılar çox sevirlər. Ona görə elə bir məhdudiyyət ailəm qoymamışdı. Ancaq yəni özüm belə qərara gəldim ki, Pakistanlı, yəni elə oldu ki, yəni xoşum gəldi. Yoldaşımla bir-birimizi sevdik və evləndik.
Aha. İndi yoldaşınız işlə əlaqədar gedir, gəlir Pakistana. Bəli, bəli. Yoldaşım işlə əlaqədar gedir, gəlir. Tam şəkildə burada yaşamır və mən isə işimlə əlaqədar burada yaşayıram. Və bu dövlətlər arası bir işdir. Yəni Pakistanla Azərbaycan arasında bir işdir. Ona görə mən yəni həmişə burada yaşayıram və bundan sonra da burada yaşayacağımı ümid edirəm. Aha, övladınız da var, səhv eləmirəmsə? Bir dənə övladım var. 3 yaşı olacaq iyul ayında. İnşallah. Və o da burada doğulub. Adı Burxandır. Mən bilmək istəyirəm, sizdə və bizdə toy adətlərində fərqlilik nə dərəcədədir? Və yaxud da sizi ən çox təəccübləndirən nə olmuşdu məsələn bizim toy adətlərində? Azərbaycan toyları da çox belə rəngarəng olur və çox abartılı mən görmüşəm ki, olur. Və eyni şəkildə bizdə də Pakistanda toylar çox abartılı olur və indi daha çox mən onu görürəm, nəinki əvvəllər və burada oxşar cəhətlər də çoxdur, amma təbii ki, fərqliliklər də var. Oxşar cəhətlərimiz odur ki, bizdə mən görmüşəm ki, Azərbaycanda da gəlinlər qızıl taxır, qızıl brilliant və eyni qaydada Pakistanda da toyda mütləq gəlin qızıl taxır. Və bizdə daha biraz çox qızıl olur, çox taxırlar. Və yemək yox, hələ geyim. Bir də geyimlərdə biraz fərqli cəhətlər var. Çünki Azərbaycanda toyda gəlin mütləq ağ geyinir, ağ belə donu olur. Amma Pakistanda gəlinlər daha rəngli geyinirlər. Məsələn, toy günü gəlin qırmızı, mavi, qızılı, bu cür işləmli geyimlər geyinirlər. Bu, yəni oxşar cəhətlərdir, amma biraz fərqlənir. Pakistanda cehiz adətləri var, bax mənə çox maraqlıdır. Bəli. Eyni qaydada oxşar cəhətlərdən biri də cehiz adətidir ki, o Pakistanda da var. Məsələn, bizdə ailədə qız doğulanda, mən onu Azərbaycanda da görmüşəm ki, valideynlər daha çox da ana, yəni başlayır ki, artıq qızın cehizə yığılmalıdır. Bu adət bizdə çox oxşardır. Pakistanda da, yəni mən çox görmüşəm ki, analar qız doğulandan sonra artıq, yəni hara gedirlərsə fikirləşirlər ki, mən bunu qızın cehizini alım, mən bunu qızın cehizini alım və qız evlənənə qədər hər şey bir otaq deyim ki, belə dolu olur qızın cehizi ilə. Və bunu mən burada da görmüşəm, Azərbaycanda da var. Bunlar oxşar cəhətlərdir. Toy adətlərində süfrə mədəniyyəti necə? Bizdə də Pakistanda çox yemək, yəni toydursa ilk olaraq yemək ağla gəlir. Yəni bizdə toya gedirsənsə, yəni bilirsən ki, orada cürbəcür yeməklər olacaq. Ancaq sadəcə bir fərq ondadır ki, məsələn, burada mən görmüşəm ki, toy günü, toy 6-da başlayır və 12-də qurtarır və 6-da başlayanda o vaxtdan artıq yemək başlayır və 12-yə kimi yemək yəni təqdim olunur. Ancaq Pakistanda bir dənə fərqdir ki, məsələn, toy başlayır, amma toyun içində bəlli bir saat olur ki, həmin saatda yemək artıq insanlara açılır. Yəni bu fərq var, amma çeşid olaraq təbii ki, yemək çeşidləri çox olur. Azərbaycandakı kimi olur. Yəni salat çeşidləri olur, əsas yemək, düyü çeşidləri, plov çeşidləri, kabab çeşidləri hamısı toyda olur. Ancaq bəlli bir, yəni toyda 1-2 saatlıq yəni yemək təqdim olunur. Artıq ondan sonra yemək yığışdırılır və insanlar daha çox, yəni bəy ilə gəlinin yəni onunla görüşürlər və ailələr bir-biri ilə görüşür, danışırlar və bundan əlavə də bir dənə oynamaq fərqi var ki, Pakistanda toy günü sırf insanlar oynamır. Bizdə daha çox oynamaq, yəni rəqs eləmək xına günü olur və bizdə xına belə mütləq olur. Yəni hər bir toyun xınası olur. Yemək mədəniyyətindən danışmışkən elə istəyirəm bizim və sizin mətbəxlərin fərqli və oxşar cəhətlərinə keçək. Sizdə mətbəx necədir və indi artıq 20 ildir Azərbaycandasınız. Bizdə mətbəx belə deyək, adət-ənənələri necədir? Ciddi fərqlər nələrdir? Oxşarlar nələrdir? Ağız dadınız məsələn həmən öyrəşmişdimi bizdə artıq bura gələndə, yoxsa elə məsələn həm Azərbaycan, həm Pakistan yeməkləri hazırlayırsınız gündəlik həyatda?
Gündəlik həyatda mən həm Azərbaycan, həm də Pakistan yeməklərini hazırlayıram. Çünki biz artıq bilirsiniz, neçə illərdir burada yaşayırıq. Azərbaycan yeməklərini çox sevirik. Mənim anam biz bir yerdə yaşayanda o vaxtdan bəri, yəni atam da Azərbaycan yeməklərini çox sevir və anam hər bir Azərbaycan yeməyini hazırlaya bilir və eyni necə ki mən o dadı Azərbaycanlı birisi bişirəndə biz yeyirik, o dad verir. Anam da eyni tərzdə yemək bişirə bilir və dadı da eyni cür olur. Mən də anama baxa-baxa eyni qaydada Azərbaycan yeməklərini bişirə bilirəm. Azərbaycan-Pakistan yeməkləri çox fərqlənmir. Ancaq təbii ki, fərqli cəhətləri var. Məsələn, mən görmüşəm ki, Azərbaycanda ətdən çox istifadə olunur. Pakistanda da yeməklərdə ətdən çox istifadə olunur. Biz yəni Pakistan milləti də ət sevən millətdir və eyni qaydada mən Azərbaycanda da görmüşəm. Ət yeməkləri bizim mətbəxdə çox yer tutur. Sadəcə fərq ondadır ki, bizim yeməklərimizdə biraz daha çox ədviyyatlardan istifadə olunur. Amma mən onu Azərbaycan yeməklərində çox görməmişəm. Bizdə yeməklər biraz daha çox acı olur. Ancaq Azərbaycanda daha çox belə, düzdür, Azərbaycanda da ədviyyatlardan istifadə olunur. Məsələn, mən görmüşəm artıq sarı kökdən, mixək, zirə, bu cür ədviyyatlardan burada istifadə olunur. Ancaq daha az miqdarda, bizim yeməklərdə daha çox istifadə olunur. Pakistan mətbəxindən rahat şəkildə hazırlaya biləcəyimiz bir şey varmı hazırda bizə nümunə üçün göstərəsiniz? Bəli, siz çünki oxşar cəhətləri dediniz. Yəni mən də sizə dedim ki, çoxdur. Məsələn, bizdə bir çox yemək var ki, Pakistanda da var və mən onu Azərbaycanda da görmüşəm. Təbii ki, adlar fərqlənsə də, amma yeməklər eynidir. Məsələn, Azərbaycan mətbəxində fəsəli adlanan bir yemək, yəni bir var ki, bizdə onu hər gün səhər bişirirlər və bizdə ona parata deyirlər. Düzdür, biraz fərqlənir. Yəni mən indi sizin üçün hazırlayacağam onu. Siz görəcəksiniz. Yəni çox da fərqlənmir. Biraz fərqlənir, ancaq nəticə olaraq eyni bir şeydir. Onda əgər mümkündürsə keçək mətbəxə, bizə bunu praktik olaraq göstərin. Bəli, təbii ki, olar. Gəl. Bunun tərkibinə undur. Biraz yağ atmışam, duru yağ. Biraz da sirkə. Bir qaşıq sirkə atmışam. Sirkə bunu biraz belə qat-qat eləməkdən ötürü. Başlaya bilərsiniz. Bəli, başlayaq. Ya istəyirsiniz danışın həm də bizə göstərə-göstərə. Yəni bu mən görmüşəm ki, bu Azərbaycanda da bu cür hazırlanır. Fəsəli deyilir burada. Bizdə də buna parata deyirlər. İçində səhv eləmirəmsə hər hansı ədviyyatlar da var? Yox, bunun içində yoxdur ədviyyat. Sadədir. Amma bizim fəsəldə ədviyyatlar da olur deyəsən. Olur, sizdə olur. Bəli, görmüşəm. Bizdə bunu bəzən sizin qutab kimi eləyəndə içinə nəsə vururlar. Məsələn, nədənsə hazırlaya bilirsiniz. Ət qızardılmış ət vurmaq olar, qaynadılmış kartof vurmaq olar. Yəni onda qutab kimi alınır, ancaq mən görmüşəm ki, qutab yəni sadə olur. Bu qat-qat xəmiri ilə içində yəni digər bizdə bir dənə də fərq var ki, mən bunu oxlovla yayıram, amma Pakistanda bunu xanımlar daha çox belə əllə açırlar. Əllə bu cür açırlar. Əllə açıb bu cürdə belə tavanın üstünə belə atırlar. Belə. Bunun üstünə yağ atacağam. Atıb sonra onu qızardacağam. Bu biraz bişdikdən sonra buna biz yağ əlavə edirik. Baxın, bu hazırdır artıq. Biz bunu götürürük, belə, buyuruq, belə. Salam. Bu tək istifadə olunur, yoxsa belə deyil, üzərinə və yaxud da arasına hər hansı bir şeylə yeyilir normalda? Bu bizdə səhər yeməyinə yeyildiyinə görə adətən buna bal, hazır olandan sonra üstünə bal, qaymaq əlavə edib belə rulet kimi büküb yeyirlər. Və yaxud da yumurta ilə, adi yumurta bişirib sonra bunu əllə qoparıb yumurtaya batırıb yeyirik. Bir də bizdə Azərbaycanda plov mən görmüşəm ki, çox yeyilir. Pakistanda da qonaq gələndə plov mütləq süfrədə olmalıdır. Yəni plovsuz qonaqlıq heç vaxt bizdə olmur. Fərqli plovlar var. Pakistanda plovun çox növü var. Mən də bugün məşhur olan biryani bizdə deyirlər.
həmin növünü hazırlamışam sizin üçün və istəyirəm onu çəkək, gedək süfrədə oturaq. Həm söhbət eləyək, həm də yeyək. Aha. İçində fərqli nələr var? Yəni onu bilmək istəyərdim. Toyuqdan hazırlanıb, ancaq fərqli olan odur ki, biz buna ədviyyat vurmuşuq. Aha, tamam. O zaman dadına baxanda tərkibindən bizə detallı məlumat verərsiniz. Ola bilər biraz acı olar, çünki ilk yeyəndə həmişə insanlar acı hiss eləyir. Ancaq sonradan öyrəşir. Mən indi iş yoldaşlarıma hərdən Pakistan yeməyi aparanda, yəni ilk yeyəndə onlar yeyə bilmirdilər. Ancaq artıq mənə, yəni belə zəng vurub deyirlər ki, xahiş edirik, bizə o yeməkdən bişir, onu bişir. Sərminə xanım, mən öncəliklə istəyirəm süfrə quruluşundan da biraz danışaq. Sizdə də eyni ilə süfrə bəzəmək, belə deyək, bizdəki kimidirmi, yoxsa hər hansı bir fərqliliklər varmı? Bizdə də süfrələr, yəni qonaqlar gəlməmiş, belə süfrə hazırlanır. Mən sadəcə biraz, yəni işlə əlaqədar çox vaxt ayıra bilməmişəm. Ancaq bizdə də mən görmüşəm ki, süfrələr cürbəcür hazırlanır və çox gözəl. Yəni insanlar ona çox əhəmiyyət verir ki, süfrəm çox gözəl olsun, gözəl şəkildə hazırlansın. Şamlar qoyulur, hələ gül ləçəkləri ilə falan bəzədilir və mən onu Azərbaycanda da görmüşəm ki, süfrə bəzədilməsi yeməklərdən, yəni yeməklər kimi o da ayrı bir, onun da bir əhəmiyyəti var və insanlar ona da vaxt ayırırlar. Bizdə çünki aş biraz acı olur, yəni ədviyyata görə biraz dadı fərqli olur və bu isə qatıq ilə xiyardır, biraz da içində duz var. Adətən aş acı olur və insanlar çox vaxtı istəyir ki, üstündən soyuq bir şey olsun və bu da ona həmişə onun yanında olur. Yəni aşın yanında buna rayta, bizdə rayta deyirlər. Bu mütləq bizim biryaninin yanında olur. Hə, yəni acılığı almaq məqsədi ilə. Bəli, acılığı və biraz dadı tamamlamaq məqsədi ilə. Tamamdır. Gəlin, mən sizə aşdan təqdim edeyim. Bu toyuqla hazırlanır dediniz və içində sadəcə ədviyyatları, ədviyyatların qoxusu gəlir həqiqətən. Bəli. Kifayət eləyir. Bunu da istəsəz siz bunun bizdə bu cür bu aşla qırağa qoyulur, amma belə onunla birlikdə yeyilir. Normal. Acılığı çox imiş. Bu mütləqdir yanında deyəsən. Yanında bəli olur. Bu sırf belə deyək, bu qoxunu da verən eyni ədviyyatdır, yoxsa fərqli ədviyyatlardır? Bu ədviyyat yəni aş üçün bizdə ayrı bir ədviyyatlar olur və biz əgər bu aşın adı biryanidir, biz əgər biryani bişiririksə, biryaninin ayrı bir ədviyyatı olur. Həmin ədviyyatın içində müxtəlif ədviyyatların qarışığı olur. Çox vaxtı mexək, darçın, zirə, yəni bu ədviyyatların qarışığından hazırlanır. İnanırsınız bunu? Həqiqətən deyirəm, yəni iş yoldaşlarım o qədər sevərək yeyirlər. Mən də elə bildim, yəni normal bir şeydir. Yəni bu alışılmış ağız dadıdır da artıq sizdə bu acılıq. Hə, amma mən təsəvvür edirəm ki, biz hər gün belə acını yeyə bilərik. Hə, əsla yeyə bilmərik. Gəlin siz biraz fəsəlidən götürün. Fəsəlidən yeyin. Əslində demək olar dadı eynidir, amma bizimkindən fərqli olaraq sadədir. Ədviyyatları, o dadı, bizdə səhv eləmirəmsə içində raziyana və s. vurulur, o xüsusi bir dad verir. Amma belə oxşardır. Çox da ciddi fərqi yoxdur. Tamam. Əllərinizə sağlıq, çox sağ olun. Çox sağ olun, nuş olsun.